Azərbaycan şəhərlərinin xəritəsini eləyək. Deməli, xəritə tapşırıqlarında misafirin başlığı ilə üsyan 748-52-də harda olmuşdu? Beyləqanda olmuşdu. Beyləqan 12-dədir. Yaxşı, indi bunların hamısını məsələ bir-bir deyək, sonra baxaq. Deməli, 1 Bakıdır, 2 Şamaxıdır, 3 Gəncədir. Gəncə ilə Bərdə yaxındır, diqqətli olun. Bərdə sağa düşür 13-dür. 15 Şəkidir, 6 Dərbənddir. 5 Ərdəbildir. Harada tapacağıq? Xəzər dənizinə. Bu Xəzər dənizidir. Bunun yaxın tapacağıq. Marağa ilə də Təbrizə diqqət eləyin. Marağa biraz Urmiya gölünün yaxınlığıdır, amma şimal hissəsində Təbriz şəhəri var. Naxçıvan buradadır. Tiflis şəhəri burada. Bir də diqqət edəcəyimiz İrəvan şəhəri. İrəvan yaxınında Dəbil və Ani şəhərləri var. Dəbil budur, Ani də budur. Yaxşı, bunlara diqqət etmemiz lazımdır. Sonra bunu silim. Bir dakika. Silim. Deməli, burada misafir üsyanı Beyləqanda olmuşdu. 13 yazmalıyıq bura. Sazilər dövlətinin paytaxtları 2 şəhər olubdur. Marağa birincidir, sonra isə Ərdəbildir. Yəni 14-dən 5 olacaq. Daha sonra 944-də Bərdə faciəsi olubdur. Bərdə 3-ə uyğun gəlir. 859-da məziyyətlərin mərkəzinə çevrilən şəhər Gəncə şəhəridir. 3 yazmalıyıq bura. 1042-də Təbrizdə zəlzələ olub, yəni 4-də. 4 yazmalıyıq. 2-ci əsrə aid Yunan yazısı Şəkinin Böyük Dəhnə kəndində tapılmışdı. 15-dir yəni. Daha sonra 1192-də paytaxta çevrilən Şamaxıda zəlzələ oldu, Bakı oldu paytaxt. 1 yazmalıyıq bura. Ağqoyunlu Qaraqoyunlu dövlətinin paytaxtı Təbriz şəhəridir. 4 yazacağıq. Didiqor döyüşündən sonra Gürcülərin mərkəzinə çevrilən Tiflis şəhəridir. Buradadır. Yəni 10 yazmalıyıq bura. Atabəylərin ilk paytaxtı Naxçıvandır. 11. Məhəmməd ibn Şəddad tərəfindən əmirlik. Bu Dəbil əmirliyidir. Həmin əmirlik Dəbil şəhərində yerləşir. Yəni 8 yazmalıyıq. 1037-ci ildə Bizansın ələ keçirmək istədiyi şəhər. Biz də 1037-1038-də Dəbil və Tiflisi ələ keçirmək istəyirdilər. Tiflis 10-dur, Dəbil isə yenə 8-dir. Şəddad dövlətinin paytaxtı Gəncədir, yəni 3-dür. 3 yazmalıyıq bura. Rəvadilərin paytaxt şəhərləri. Birinci paytaxtı olubdur Ərdəbil şəhəri. Birinci Ərdəbildir. Sonra isə Təbriz şəhərinə çevrilir. Yəni 4-dən 5-i yazmalıyıq. Haşimilər sülaləsi Dərbənd əmirliyidir. 6-ya uyğun gəlir. 10-cu əsrdə Şirvanşahların paytaxtı Şamaxı şəhəri 918. 2-ni yazmalıyıq. 988-də Dərbəndi tabi etmişdilər. 6. Sonra 8-ci əsrdə Qafqazdakı ərəb canişinin iqamətgahına çevrilən Bərdə şəhəridir. Yəni ki 13 olacaq Bərdə. 13. Sonra Erşən ortasında 2-ci liman şəhəri. Birinci Dərbəndi idi, ikinci isə Bakı şəhəri idi. Yəni 1. Aranın baş şəhəri yenə Bərdə 13. Şəhriyarla imzanın müqavili əsasən əhalisi vecdan azad edildi. Bu Dərbənd əhalisidir. 6 yazacaq bura. Daha sonra Monqolların birinci yürüş zamanı dağıntının xilas olmuş şəhərlər. Biz bir ki Təbriz Xərasverdə xilas oldu, Gəncə Xərasverdə xilas oldu, Dərbəndə də girmədilər. Dağıntıdan xilas olmuşdu. Yəni ki 3, 4, 6 yazmalıyıq. Qarabağ Bəylərbəyliyin mərkəzi Gəncə şəhəridir. Yəni 3 olmalıdır. Çuxurşadın mərkəzi isə İrəvandır. Yəni 7-ni yazmalıyıq bura. 2-ci Vaçenin paytaxtı hansı şəhər köçürüb? Bərdə şəhərinə köçürüb. Yəni ki 13-ə köçürübdür. Bərdə şəhəri 13-dür. Sonra Məhəmməd Cahan Pəhləvan Ağsunquradan azad etdiyi şəhər Təbrizdir. Yəni 4 yazmalıyıq. Yusif bin Küseyir Naxçıvandadır. 11 yazmalıyıq. Həşbeyiş Təbrizdə də 4 yazacağıq. Ərəblərin gəlişinə qədər Cənubi Azərbaycan mərkəzi Ərdəbil idi. Yəni 5. 1160-larda Gürcülər tərəfindən ələ keçirilmiş Dəbil və Ani şəhərləri 9-dan 8-dir. Erkən ortasında 1-ci liman şəhəri ilə Dərbənddir. 6-nı yazmalıyıq. 6-nı. Sonra Hülaçilərin və Sazilərin ilk paytaxtı Marağadır. Yəni ki 14 yazmalıyıq Marağaya. 1139-da Gəncədə zəlzələ olmuşdu. Yəni 3 yazmalıyıq bura. Monqolların hansı şəhər tutması ilə Azərbaycan işğalı başa çatdı? Bu da
6, yəni Dərbəndin tutulması ilə başa çatmışdı. Belə.